Salam əziz şagirdlər və valideynlər, necəsiniz? İnşallah yaxşı olasınız, özünüzə yaxşı baxasınız, yaxşı gündə keçirəsiniz. Bugün biz sizinlə səhifə 16-da dil qaydaları seçib, qeyri-müəyyən təsirli hal. Gəlin keçək. Yəni, A tapşırığında hansı cümlədə qeyri-müəyyən təsirli halda olan söz var? Like açmağı, abunə olmaq yadından çıxmasın. Nəyi başa düşmürsə yenə deyirəm, şərhə əlavə edə bilərsiniz. Kim başa düşürsə üstə gəl, kim başa düşmürsə minus, yəni çox işarəsi eləsin. Gəlin keçək. Hansı cümlələrdə qeyri-müəyyən təsirli halda söz var? 1. Ac quz aslana baxır. Burada əli özü təsirli halda bizdən qeyri-müəyyən istəyir. Yəni bu olmayacaq. Balaca ağacı çox böyük budaq silkələyir. Budağı silkələyir. Nətər eləyək? Budağı. Bəli. Burada qırmızı silir. Yəni qı-hıya əvəz edir. Onun da qaydası var. Yəni siz seçmişsiniz. Mani olmasın bu sözlər, yəni altında xətt çəkilən o sözlər olacaq. Yəni bu 2 aiddir. Gəlin qeyd edək bura. Əlimizə görə veriblər. 3. Cüzəni payızda sayarlar. Burada heç yoxdur. Təyin yoxdur. Əgər cüzəni var, bu yəni özü təsirli qeyri-müəyyən deyil, təsirli hal deyil. Qədir əla tar çalır. Qədir əla tar çalır. Tarı. Ahına xəttə tarı. Burada da var. 2-4 demək olar ki. Məsələn 5-də də var. Onu bura oxuyaq. Yaşlılıqları gəmirizlərdən qorumaq lazımdır. Yaşlılıqları. Özü var. 5 deyil. Burada 2. Keçək birinci tapşırıq. Deyir ki, hansı cümlədə təsirli halda olan isim işlənmişdir? A. Qələm yazanı qılınc poza bilməz. Yoxdur burada. Təsirli hal yoxdur. Qələmi yazanı qeyri var, bilmir. Amma təsirli hal deyil, burada deyil. B. Özünü hər zaman təhlükədən qoru. Yoxdur. Xeyr, yoxdur. C. Burada ağır qaradan seçə bilmirsən. Xeyr. Burada da yoxdur. D. 5-i birə vuranda neçə edə? Xeyr. Burada da yoxdur. Cavab qaldı Y. Bayram birdən quş cürücüsə oxşar bir səsi eşitdim olacaq. Burada var. Birinin quş cürücüsünə oxşar bir səs eşitdim. Yəni cavab nə olacaq? Y. Y-ni yazaq burada. Y bayram. Biraz geçə yazmayayım. Keçək C tapşırıq. Uyğunluğu müəyyən et fərqlədilmiş söz. A. Mənsubiyyət hal səsi qəbul etmişdir. Buna A deyirik. Buna B deyirik. Buna C deyirik. İşarələrlə. 1. Üzü bəyaz olmuş, dodaqları qurumuşdur. Burada nə olacaq uşaqlar? Mənsubiyyət səsi qəbul etmişdir. Yəni onun dodaqları. Yəni olur da burada mənsubiyyət. Bunu işlətsək, onun dodaqları. Bəli, olur. Burada kənarda yazıram. Ağzı bayrakdır. Qısa konkretlə. 2. Tələsmədən qabı stolun üstünə qoydu. Onun qabı stolun üstünə qoymadı. Yəni bu, yəni A deyil, C deyil. İkisi mənsubiyyət var. Amma B olacaq. Təsirli hal. Yəni təsirli hal söz işlənmişdir. Tələsmədən qabı stolun üstünə qabı. Bəli.
3. Dərziyə köks dedilər. İğnəsini yaxasından sancdılar. İğnəsini burada yaxasına sancdı. Həmməşə mənə tərslik oldu. Bəli, həm mənsubiyyət, həmən tərslik oldu. Burada C olacaq. 4. Qürbət görməyən adam vətən gəldi bilməz. Yalnızdan isə biz videoda, kitabda birinci tapşırıqda vətənin qəddini bilməz. Vətənin, burada qeyməli yiyəlik hal idi. Burada vətən söhbəti, qəddi yox. Bunu istəyir, burada qədri istəyir bizdən. Qədri, elə burada mənsubiyyət şəkildə hava işlənib. Burada A olacaq, tərzənlər. 5. Beləliklə, qadınlar hüquqlarını bərpa etdik. Buradan B, təbii ki də C olacaq. Çaşmı, C olacaq deyəsən, həm məşum, həm də onun hüquqlarını bərpa etdi, həm də tərzlər. C variantdır. Buradan C alındı. 6. Sanki çınarı tutub silkələdilər. Çınarı, burada nə olacaq? Çınarı. Təbii B variantı olacaq. Hər şey hal. Çınarı. D, U, I, U, Ü. U, I, U, Ü. Burada B variant olacaq uşaqlar. Burada B. Aha, bu gün A. Bugün vasif. Hansı cümlədə tamamlıq vəzifəsində olan isim qeyri-müəyyən təsirli haldadır. Gəlin baxaq. Vasif həyətdəki ağacları budayırdı. Burada qeyri-müəyyən təsirli hal yoxdur. Yəni yoxdur burada, yəni ikisi də yoxdur ümumi şəkildə. Və 5-ciləri səhnəyə dəvət etdilər. Beşinciləri. Hayır. Nuray oxuduğu kitabda maraqlı məlumatlara rast gəldi. Nuray oxuduğu kitabda maraqlı məlumatlara rast gəldi. Hayır. Burada yoxdur. Birisi var, birisi yoxdur. Bu C deyil. Qaldı nə? Qaldı D. D variantdır. Burada da çox olacaq. Təbii ki də rast gəldi. Hayır yoxdur burada. Burada var. Burada isə var. Burada nə oldu? D. D variant oldu. Biraz təhlükəli yazın. Xatlayım xətrəsiz. Bu günlük belə idi uşaqlar. Və abunə olmağı, like atmayı unutmayın. İnşallah növbəti abunə olmağı unutmayın. Və bu günlük bu qədər uşaqlar. Nəyi başa düşmənizsə nə dedim, şərhə yazın. Mən sizi burada gözləyirəm, nəyi başa düşmənizsə. Bu günlük belə idi. Bundan sonra mövzumuz isə ümumiləşdirici tapşırıqdır. O ümumiləşdirici tapşırıqdan çəkəcəm indi bu dəqiqə. Nəyi baxıyla soruşuram, indi də sonra nəyi başa düşmənizsə yazın. Şərhə yazın. Xahiş edirəm. Yəni sizə məcbur eləmirəm, yəni başa yəni sən başa salmayın, məcbur eləmirəm, nəyi başa düşmənizsə yaza bilərsiniz, narahat olmayın. Əgər şərhə yazacam elə, yazan sən cavablarınızı deyəcəm, yəni başa salar, ya da videonu çəkəcəm sizə görə. Bu gün də bu qədərdir, görüşünə dək hələlik. Sağ olun, hələlik.